Salam değerli izləyicilərimiz, bir daha xoş gördük sizləri. Bugün sizlərə gözəl bir modern üslubda qəşəng masazırda bağ evini, həm yay üçün, həm qış üçün yaşayışlı bir evi sizlərə təqdim edirəm. Evimiz Masazır qəsəbəsində, Cantəpə ərazisində yerləşir. Demək olar ki, Masazırın ən hündür nöqtələrindən biridir. Təmiz havaya malik bir ərazidir. 11 sotda yerləşir. Həm evin kupçası, həm torpağın kupçası var. 5 otaqlı evimiz müasir tipli, şəxsi tikili, öz üçün istifadə elədiyi, öz üçün yaşadığı üçün keyfiyyətinə də üstünlük verib. Burada belə bir yay üçün besetkası var, darvaza var, naves var. Həyətində müxtəlif növ dekorativ, eksotik, meyvə ağaclar mövcuddur. Torpaq sahəsi doğrudan da çox geniş bir torpaq sahəsi var. Bağ evi üçün çox gözəl bir üstünlüyə malik bir evdir. Demək olar ki, evdə yoxdur, hörmətli izləyicilər. İlk öncə buradan başlayalım. Yay üçün mətbəxdir, qəşəng. Besetka kimi deyək, yay mətbəxdir həyət üçün. Burada sanitar qovşağı var, hörmətli izləyicilərimiz. Evimiz həyətin bir sanitar qovşağı. Qiymət, hörmətli izləyicilərimiz, 245.000 manatdan satışa çıxıb. Real müştərilərə endirim gözlənilmir, amma yenə də ümidi üzmək lazım deyil. Evə baxdıqdan sonra yenə də danışmaq mümkündür. Evin buradan da görkəmini sizlərə təqdim edim. Evin arxa hissəsində də həyəti var. Onu da sizlərə təqdim edəcəm. Evimiz 6 daş kürsülü, 5 otaq. Sadəcə evin aboylarını soyub, yenidən üstə aboy vuracaq. Satışa hazır vəziyyətdə. Heç kim alan əziyyətdə çəkməsin. Metlaq ağlay daşla döşənmiş həyətimiz. Bax, burada da belə bir bağlı olduğu üçün. Burada da bir sanitar qovşağımız mövcuddur. Belə bir həyət. Evin arxa hissəsinə keçək. Burada su bulağı, evimizin kombisi, 5 tonluq ehtiyat su çəni. Evin arxa hissəsini görürsünüz. Çox modern üslubla tikilib, hörmətli izləyicilərimiz. Evimiz çox geniş evdir. Demək olar ki, hardasa 20-nin 10'a tikilən bir evdir. 200 kvadrata yaxın sahəsi mövcuddur. İpoteka yararlıdır, hörmətli izləyicilərimiz. Bax, evin arxa hissəsində də 5 sot. Bax, bu cür torpaq sahəsi var. Burada ev sahibi öz ailəsi üçün, uşağı üçün inşa etdirdiyi asudə vaxtlarını keçirmək üçün, uşaqlar üçün bax belə bir həm oyun zalı, həm məşğuliyyət üçün belə bir yer inşa edibdir. Təmirlidir, hörmətli izləyicilərimiz. Burada evimizin bax bu tikilidə texniki otaq kimi nəzərdə tutulub 5 tonluq su anbarı, su çəni. Həyətində də meyvə ağacı, olmayan meyvə ağacı yoxdur. Qəşəng baxımlı həyətdir, amma yaşayış yoxdur evimizdə. Buradan da evin ön hissəsinə geçmək mümkündür. Evin tikilişini də görürsünüz. Buradan da evin bu hissəsindən keçib evə daxil olacağıq. Bax, evin üz görünüşü. Fasad da tarsovka ilə boyanıb, rəngli boya. Meyvə ağaclarımız. Buradan da evə 6 daş kürsü üzərində qalxmaq olur. Bax, bu cür burada da bir yayda oturmaq üçün söhbətgah deyə belə besetkası mövcuddur. Qəşəng bir ev. Evə daxil olacağıq. Həyətin bir daha sizə göstərəm. Burada da navesi var. Burada da naves mövcuddur. Mərkəzi kanalizasiya, internet, su, telefon, qaz, işıq, su, hər bir xətləri mövcuddur. Evin içinə daxil olduq, hörmətli izləyicilərimiz. Bax, bu cür 36 kvadratlıq salon qarşılayır bizi. Möhtəşəm bir ev. Bax, evin divar kağızları sabahdan etibarən başlanıb təmir olunacaq. Hətta alınıb da, bax, görə bilərsiniz. Bahala boyları alınıbdır, İtalyan markası.
Kole'nin markası olan İtalyan markasıdır. Hündürlük 3.30. Bak, burada giriş hissəmiz budur. Giriş hissədən solda arkalı qapı və mətbəxə daxil olduq. Mətbəximiz 20 kvadrat. Görürsünüz, mətbəx mebeli hamısı membran mebeldən ibarətdir. Tavana qədər yığılmış mətbəx. Evimizdə həm radiator, həm döşəmədən isitmə mövcuddur. Mətbəxdə metlaq, döşəmədən isitmə. Mətbəx mebelini görürsünüz, bahalı mətbəx mebeli. Mətbəx mebeli, kombi, texniki, həyətdə olan texniki avadanlıqlar qiymətə daxil qalacaq. Bu evimiz 5 otaqlıdır. 1 salon, 4 yataq otağı, evin içində 2 sanitar qovşaq, həyətdə isə əlavə 2 sanitar qovşaq mövcuddur. Bax, burada sol hissədə evdən girişdə bu cür sanitar qovşağımız mövcuddur. Burada Ariston həm kombidən istifadə olunur, döşəmədən isitməli. Burada da gizli şkaflarımız mövcuddur, paltar asmaq üçün, əlavə əşyaları yığmaq üçün. Burada ayna mövcuddur. Otaqlarımızda tanış edim sizi. Qapılarımız da bahalı qapıdır. 12 kvadratlıq 3-ün 4-ə bir yataq otağımız. Buranın ev sahibi iş otağı kimi nəzərdə tutub və o cür istifadə edir. Evimizdə laminatdır, bahalı laminatdır. İstiyə, soyuğa, nəmişliyə davamlı. Bu isə evin içində olan ikinci hamam otağımız. Bax, burada paltar çamaşırxana, paltar yuyan. Buradan isə daxil oluruq hamam otağına. Duş vannası da mövcuddur. Bunlar isə evin aksesuarları, ehtiyac süsəni, kombi, mətbəx mebeli qiymətə daxil qalacaq. Bu da 12 kvadratlıq yataq otağımız, belə deyək. Evimizin isitməsi, həm radiator var, həm də döşəmədən isitməsi mövcuddur. Bu isə 14 kvadratlıq digər bir yataq otağımız. Evimiz tam qoşa daşla inşa olunub. 14 kvadratlıq bir yataq otağı, evimizin içində 4 yataq otağı, 2 sanitar qovşaq, mətbəx və böyük salon mövcuddur. 5 otaqlı evdir. Bu isə 14 kvadratlıq digər bir yataq otağı. Evimizdə və həyətimizdə müşahidə aparmaq üçün müşahidə kameraları mövcuddur. Bir sözdən möhtəşəm bir ev, hörmətli izləyicilərimiz. Sizdən bir xahişim var ki, kimin qarşısına bu ev çıxdısa, həm kanalımıza abunə olsun, həm də videoya şərh yazmağı və like atmağı unutmayın. Diqqətinizə və izlədiyiniz üçün sizlərə təşəkkür edirəm. Evimizin bir daha xatırladıram. 11 sotda 5 otaqlı kubcalı həyət evimiz 245 mindən satılır. İpoteka tam yararlıdır. Çox sağ olun, təşəkkür edirəm.